İnsan necə dəli olur? Filmlərdəki kimi birdən-birə qışqıraraq, yoxsa bu proses tamamilə başqa cür işləyir? Psixologiyada dəlilik anlayışı yoxdur. Biz buna psixoz və ya reallıqdan qopma deyirik. Bu əslində beynin yanmaqdan qaçmaq üçün çəkdiyi son təhlükəsizlik əyləcidir. Təsəvvür edin ki, beyniniz nəhəng bir şəhərin elektrik şəbəkəsidir. Düşüncələriniz və hissləriniz bu naqillərdən keçən elektrik cəryanıdır. Normalda dopamin və serotonin adlı kimyəvi maddələr bu cəryanı tənzimləyir. Yəni, işıqlar nə çox sönük yanır, nə də partlayır. Amma bəzi insanların naqilləri genetik olaraq daha nazik və gərginliyə qarşı daha həssas olur. Sonra həyat işə qarışır. Ağır uşaqlıq travmaları, bitməyən stres, yuxusuzluq və ya zərərli maddələr. Bunlar sistemə gələn voltajı qəfil artırır. Sistem 220 volta hesablanıb, amma siz ora 1000 volt yükləyirsiniz. Beyin bu qədər ağrını və reallığı emal edə bilmir. Naqillər qızır və sistem çökmək üzrə olur. Və budur, yanğının qarşısını almaq üçün beyin əsas şalteri endirir. Beyin dözülməz olan real dünyadan əlaqəni kəsir və özünə yeni, xəyali bir dünya yaradır. O eşidilən səslər, o qəribə inanclar əslində beynin özünü qorumaq üçün uydurduğu yeni senaridir. O sadəcə ağrıdan qaçır. Yaxşı xəbər budur ki, bu həmişəlik son deyil. 60 qoruyucunu yenidən qaldırmaq mümkündür. Düzgün müalicə kimyəvi balansı bərpa edir. Terapiya isə o naqilləri gücləndirir. Beyin düşündüyümüzdən daha dözümlüdür. Sağlam qalın, beyninizi yormayın.